Vətən müharibəsində qələbəmizin 5-ci ili, yeni siyasi təqvimin parlaq günü 8 noyabr Ümumxalq bayramı qarşısındayıq. Əsrlər boyu dövlətçilik tarixində ağır sınaqlardan keçən Azərbaycanlılar şərəflə qazandıqları zəfəri təkcə ərazi bütövlüyü və suverenlik hadisəsi kimi deyil, həm də qalib 100 ilin, yeni milli və siyasi kimliyin başlanğıcı kimi qəbul edirlər. Qələbəmizdən sonra Konstitusiya və Suverenlik ilinin elanı məhz vətən müharibəsinin nəticəsidir. Əks halda 10 və 20 illik dönəmlər kimi fərqli statusda keçirilərdi. İndi bütövləşən ali qanunumuz milli hüquqlarımızın zirvəsidir. Yeni dünya nizamına verilən ən güclü mesajdır. Gəlin birlikdə xatırlayaq. 107 il əvvəl şərqdə ilk respublika quran babalarımız müasir dünyada geniş yayılan ali qanun qəbul etməyə imkan tapmadılar. Bolşevik işğalından əvvəl 1921-ci ildə ilk konstitusiya sənədi ilə respublika quruluşunu saxlayan Sovet Azərbaycanı totalitar sistemin tərkibinə daxil olandan sonra 1925 və 37-ci illərdə Stalinin ideoloji qəliblərinə tam yerləşdirildi, Sovetlər Birliyinin konstitusiyasını qəbul etdi. Lakin sərt mərkəzləşən sistemdə belə 2-ci Dünya müharibəsindən sonra milli dövlətlərin formalaşması üçün mədəni siyasi intibahın qarşısını kəsmək mümkün olmadı. Xüsusilə böyük siyasi lider Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərliyi dövrü 1978-ci ildə qəbul olunan konstitusiya mənsub olduğu ideoloji quruluşun çərçivələrini aşdı, gələcək müstəqilliyin təminatçısı oldu. Ulu Öndər sübut etdi ki, xalqa xidmət mənsub olduğun siyasi formasiyadan və hüquqi çərçivələrdən asılı deyil. Ötən əsrin sonunda Sovetlər Birliyinin iflası siyasi xəritəyə çıxan yeni milli respublikaları ağır imtahanlar qarşısında qoydu. 1991-ci ilin 30 avqust 18 oktyabrında elan olunan Konstitusiya bəyannaməsi və aktı xalqımızın faktiki azadlığını, siyasi müstəqilliyini özündə ehtiva etsə də, torpaqlarımızın işğalı natamam suverenlik yaratdı. Elə həmin sənədlərdə ana qanunun hazırlanması qarşıya vəzifə kimi qoyulmuşdu. Lakin bir-birini əvəzləyən hakimiyyətlər dövlətimizin konstitusiyon əsaslarını yarada bilmədilər. Ona görə də milli konstitusiyamız müstəqilliyin elanından düz 4 il sonra 95-ci ildə ölkəmizdə hərbi siyasi xaosa son qoyulduqdan sonra gerçəkləşdi. Beləliklə bəşəri dəyərləri, insan hüquq və azadlıqlarını, 20% ərazi itkisi, 1 milyon qaçqın və məcburi köçkünün mövcudluğu şəraitində bəyan etmişiksə, deməli, bu bizim ana qanunumuz işğala qarşı ilk ümumxalq proqramıdır. Ərazi bütövlüyü və suverenlik uğrunda mübarizəmizin hüququ, siyasi və hərbi baş planıdır. 95-ci ilin iyunun 5-də Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyasının ilk iclasından 12 noyabr referenduma qədər sənədin ümumxalq müzakirələrinə şəxsən özü rəhbərlik etdiyi üçün Konstitusiyamızın banəsi Ulu Öndərdir. Ana qanunumuz Heydər Əliyevin dövlət kitabıdır. Sənəd təkcə dünyəvi hüquqi prinsipləri deyil, həm də milli mənəvi dəyərləri 1918-ci ildə qəbul olunan İstiqlal bəyannaməsini və keçdiyimiz yolun varisliyini özündə əks etdirir. Etnik separatçılıqdan əziyyət çəkən və imperiyalar tərkibində olan bir ölkə üçün birləşdirici dövlət quruluşu tapmaq gerçəkdən də siyasi uzaqgörənlik və qətiyyət tələb edirdi. Bəli, Heydər Əliyevin şəxsiyyəti konstitusiyon bir sistemdir. O, Sovet və ya başqa müstəmləkə keçmişinə qayıtmağa imkan vermədi. Dini və milli kimliyimizi bayrağımızda əks olunan müasirliklə, dünyəviliklə, peşəkarlıqla uzlaşdırdı. Qonşu ölkələrin yaşıl, yaxud çarizmdən qalan qırmızı rəngli quruluşlarına yer tanımadı. Ulu Öndər xilas elədiyi ölkədə konstitusiyon siyasi varisliyi təmin edən şəxsiyyət kimi də tarixə daxil oldu. Şevardnadze Gürcüstanı və başqa keçmiş Sovet ölkələrində hakimiyyət transformasiyaları qanlı oldu. 2003-cü ildə İlham Əliyevin prezident seçilməsi bir vaxtlar Jefferson Amerikasında olduğu kimi konstitusiyon keçid, Ulu Öndərdən sonra məşğulluq istəyənlərə millətimizin layiqli cavabı və gələcək zəfərimizin əsası oldu. Beləliklə, nə 2005-ci ilin məxməri inqilabı, nə sonraki dövrdə xarici siyasi müdaxilə və təzyiqlər milli iradəni Brüssel, Strasburg, Moskva və digər paytaxtlardan yönləndirmək cəhdlərinə imkan vermədi. Müqayisə üçün, qədim dövlətçilik ənənlərindən öyünən Britaniya qeyri-yazılı konstitusiyaya malikdir. Yəni, hər hansı fundamental dəyişikliklər üçün xüsusi prosedurlar tələb olunmur. Bəşəriyyətə çoxlu inqilablar bəxş edən Fransada xalq 24 dəfə milli konstitusiyasını dəyişərək nəhayət 5-ci respublikanı qurub. Göründüyü kimi, konstitusiya yalnız qanunlar toplusu deyil, bir millətin ideallarının və hüquqi kimliyinin pasportudur.
Məğlubiyyət dövründə konstitusiyamızda ərazi bütövlüyü kağız üzərində mövcud idi. Ana qanunda ərazilər toxunulmazdı yazılsa da, reallıqda 20% torpaqlarımız oğurlanmışdı. De jure onlar vardı, de facto mövcud değildi. Konstitusiyamız pozulan milli hüquqlarımızın simvoluydu. Hamı deyirdi, bunlar bir gün tam reallaşacaq. O zaman konstitusiyamızda yazılan Azərbaycan Respublikası unitar dövlət əvəzində torpaqlarımızın üzərində ikinci separatçı quruluş, ikinci konstitusiya və ikinci saxta prezident təsisatı mövcududur. Belə dualizm düz 30 il davam elədi. Beləliklə, ana qanunumuzdan müharibə haqqımız doğuldu. İndi konstitusiyamızda yazılan Azərbaycan vahid və bölünməz dövlətdir müddəası sənəddə yox, torpaqda qanla möhürlənib. Zəfər qanunu şəhidlərimiz təsdiqləyib. Biz savaşa müasir hərbi texnologiyalardan qabaq hüquqla silahlanaraq getdik. Ordumuz güclü idi, lakin haqlı olduğumuza görə qalib gəldik. İndi konstitusiyamızda Şuşa kimi azaddır. Qarabağ tarixdə ilk dəfə dağıdıcılıq deyil, quruculuq və bütövlük məkanıdır. Bakı ərazi itkilərinin günahkarlarına yox, işğalçı qüvvələrin məhkəmə salonuna çevrilib. Azərbaycanın taleyi yad paytaxtlarda bizsiz həll olunmur, öz torpaqlarımızda müəyyənləşir. Erməni məsələsi tariximizdə ilk dəfə dinç və könüllü şəkildə ölkə ərazisindən kənara çıxıb və milli dövlətçiliyimiz üçün mina rolunu itirib. İndi ərazi bütövlüyümüz, bütövlüyümüzün ərazisidir. 20-ci ilin silahlı savaşı xarici himayəli işğala son qoyduğuna görə əsl milli azadlıq hadisəsidir. Yəni, müstəqillik təkcə Sovetlərdən qurtulmaq deyil, həm də beynəlmiləl güclərin 30 ildə birgə caynağından xilas olmaqdır. Vətən müharibəsi qurtuluş savaşı olduğuna görə 8 noyabr Şuşa və 20 sentyabr Xankəndi zəfəri milli azadlıq günləridir. Bəli, ən böyük suverenlik müstəqil, xaricdən idarə olunmayan liderə, güclü dövlətə və yenilməz xalqa malik olmaqdır. Qələbəmiz 90-cı illər işğalının və ərazi iddiaların proqramına çevrilən Ermənistan konstitusiyasında dəyişir. Konstitusiyamızda döyüşür. İrəvanda 10 illərdir düşmənçilik qanunları, kilsənin savaş ayinləri, nifaq kitabları, işğal dərslikləri dinç qonşuluq və əminamanlıq aktları ilə əvəzlənir. Bir əsr əvvəl Topçubaşov Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyi üçün Wilsona təvəqqə eləyirdi. Bugünsə ABŞ prezidenti İlham Əliyevə qalib lider kimi heyranlığını gizlətmir. 100 ildə millətimizin statusu dəyişib, indi kürəkçəyə deyil. 8 avqust 25-ci ildə Vaşinqtonda qələbə zirvəsində tariximizin ən böyük suverenlik hadisəsinə şahidlik eləyir. Lakin dünya yeni çağırışlar qarşısındadır. Bəşəriyyət rəqəmsal əsarət, saxta informasiya və hibrid hücumlar, xalqların mədəni və ideoloji müstəqilliyinə edilən qəsdlərlə üz-üzədir. O yüzden prezident qarşıya yeni milli ideologiyanı hazırlamağı qoyubdur. Sosial Tədqiqatlar Mərkəzi yarandığı gündən Salam sinemaçıların, Süyniyun və Zeynəbiyunçuların, Mehdinin ordusu adı ilə Londonda səfirliyimizə hücum edənlərin və ölkəmizi şimal, cənub təbəliyində görənlərin suverenliyimizə qəsd etmək, qələbəmizi mənimsəmək və xaricdən idarə olunan hakimiyyət qurmaq planlarını aşkara çıxarıb. Silikon Vadisi beyin mərkəzlərinin yaratdığı mütəşəkkil cinayətkarlıq və korrupsiya araşdırmaları layihəsi, OSCRP, USAID, NET, NDI və digər təzyiq ünsları ölkəmizi 27 sentyabra qaytarmağa çalışanlardır. Biz onları işğal partiyası adlandırırıq. Rəcəb Tayyip Erdoğan haqlı olaraq deyir, Stat, fiziki və mavi vətən kimi rəqəmsal və informasiya suverenliyini, kiber vətəni də qorumalıyıq. Ona görə də bizə vətən informasiya müharibəsi lazımdır. Cənab Prezident 2 gün öncə xalqımıza dildə suverenlik çağırış etdi. Bəli, tarixi bölünmələrin nəticəsində Azərbaycan qonşuları Azərbaycanlılar olan dövlətə çevrilib. Ona görə də sərhədlərimizi aşan milli dövlətimizin statusu yüksəldikcən, milli dilimizin statusu yüksəldikən, elə dövlətimizin də qələbəmizin coğrafiyası genişlənəcək. Bizi öz dil yaxud siyasi dünyasına daxil etmək istəyənlərin qarşısında böyük sipər olacaq. Zəfər yeni milli ideologiyamızdır. Biz qurtuluşdan böyük qaydışa keçirik. Ona görə də sülhün inşası bölgədə yeni vəziyyət yaradacaq. Və cənab prezident ona görə də böyük qaydışda insanlara evlərinin açarını təqdim eləyərkən deyir ki, siz bu yurtda əbədi yaşayacaqsınız. Ona görə də bir daha hamımıza deyirik. 8 noyabr zəfərimiz mübarək olsun. 9 noyabr bayraq günümüz Şuşa kimi müqəddəs və göylərdə olsun. 12 noyabr konstitusyon bütövlüyümüz hər bir Azərbaycanlıya uğur və firavanlıq gətirsin. Hörmətli hanımlar, cənablar, milletvekilleri, ilim adamları ve konaklar,
Hepiniz hoş gelmişsiniz. Sosyal Tetkikatlar Enstitüsü ile birlikte bir parçası olduğumuz bu konferansta sizi görmek bizi memnun etmektedir. Azerbaycan bu yıl anayasanın kabulünün 30 tam egemenlik ve toprak bütünlüğünü yeniden tesisin 5. yıl dönümünü bayram olarak kutlamaktadır. Biz de Azerbaycan halkının bu sevincine yürekten katılıyor ve zaferleri dolayısıyla onu bütün kalbimizle kutluyoruz. Ben ana çizgileriyle Türkiye'deki anayasa tarihinden bahsetmek istiyorum. Bunun buradaki dinleyiciler için de bir mukayese yürütmeye, aparmaya yardımcı olabileceğini nazarda tutuyorum. Önce Türkiye'deki anayasa gelişmeleri iki başlık altında görebiliriz. Birincisi imparatorluk dönemindeki anayasa hareketleri, ikincisi de Cumhuriyet dönemindeki anayasa faaliyetli olarak ifade edilebilir. İmparatorluk dönemindeki anayasal faaliyetler 19. yüzyılın başında kendini göstermiştir. 1808 yılında eyanlarla, ağalarla demek mümkün olur, padişah arasında bir antlaşma imzalanmıştır ve bu anlaşmaya göre eyanlar padişaha sadakat gösterecekler. Padişah da eyanlara, ağalara dokunmayacaktır. Fakat bu çok yürürlükte kalmadı. Ardından 1839'da bizde Tanzimat Fermanı diye bilinen bir ferman çıkarıldı. Bunu 1856'da Islahat Fermanı diye ikinci bir ferman takip etti. Bu fermanlarda gördüğümüz şey imparatorluk ahalisinin bir kısmı gayrimüslim, bir kısmı Müslüm olduğuna göre o zamana kadar bunlar arasındaki mevcut olan bazı farklılıklar ortadan kaldırılıyordu. Padişahın bu fermanlarına göre artık ahali birbirine beraberdi, eşitti. Aralarında herhangi bir fark yoktu tebaa olmak bakımından. Bunları da biz Türkiye'de anayasacılık tarihinde önemli belgeler olarak ifade ediyoruz. Bunlardan sonra 1876 yılında kanuni esası dediğimiz ilk anayasamızı yapmış olduk. Bu benzerlerin Avrupa'daki benzerlerinden çok geç kalmadan Osmanlı İmparatorluğu'nun da anayasa yapmakta başarılı olduğunu gösteriyor. 1908'de 9'da bunda büyük değişiklikler yaptık. Bu anayasalardaki temel hedef de padişahın selahiyetlerini sınırlandırmaktı, tahdit etmekti. Temel haklar bakımından özellikle yaşama hakkı, mülk edinme ve insan haysiyeti bakımından vatandaşların durumunu iyileştirmekti. Nitekim zorla bir kimsenin varlığına el koyma veya yargılama yapılmadan birisinin idam edilmesi bu gelişmelerle birlikte ortadan kalkmıştı. Dolayısıyla imparatorluk dönemindeki anayasal hareketlerin esas çizgisini bu şekilde ifade edebiliriz diye düşünüyorum. Bu anayasaların yapımında hem bazı devlet adamları hem de aydınların önemli bir rolü olduğunu söylemek isterim. Amaç burada muasır devletlerle bir seviyede olabilmek, onlarla aynı yolu yürüyebilmek idi. Cumhuriyet dönemine geldiğimizde ise bildiğiniz gibi burada da birkaç yıl evvel olduğu gibi harpler olduğu gibi bizde de bir kurtuluş harbi veya savaşı geçirdik. Bu dönemde 1921 yılında kısa bir anayasa yapıldı. Buna Teşkilat-ı Esasiye Kanunu dendi. Ardından Cumhuriyet kurulduktan sonra 1923'te 1924'te yeni bir anayasa yapıldı ve 1960'a kadar bu anayasa yürürlükte kaldı.
Cumhuriyet dönemindeki anayasalardaki temel çizgilerde şöyle ifade etmek mümkündür. İmparatorlukta dini hukukun yürürlükte olması vardır. Cumhuriyet dönemi dinle devlet işlerini birbirinden ayırmıştır. Mesela 1924 Anayasası'nda devletin dini İslam'dır demiş olmasına rağmen bir süre sonra bu anayasadan çıkarılmıştır. Yani laiklik dediğimiz Fransızca bir kelimeyle laiklik prensibi anayasaya dahil edilmiştir ve Cumhuriyet döneminin ilk anayasalarında önemli unsurlardan birisi budur. İkincisi meclis hükümeti oluşmuş vardır bu dönemde. Yani meclis idareden sorumludur. Kuvvetler birliği vardır. Yani bugün olduğu gibi yasama, birçok ülkede olduğu gibi yasama, yani kanun vericilik, icra ve kaza, yargı birbirinden ayrı değildir. Bunlar Büyük Millet Meclisi'nin yetkisinde idi. Hükümet de meclise karşı sorumluydu. 1945'te bildiğiniz gibi Türkiye'de çok partili demokratik hayat başladı. 50'de iktidar değişti. Fakat 60'ta bir ordu darbesiyle yeni bir dönem başladı. Bu 1982'de de tekrarlandı. Bunlar içinde genellikle şöyle söyleyelim. Hem Türkiye'deki aydınlar yine sahnededir. Ama daha çok burada rolü ordunun üstlendiğini söyleyebiliriz. Ordunun müdahaleleriyle sistem değişmiş ve anayasalar yapılmıştır. 1961 Anayasası kuvvetler ayrılığı prensibine dayanır. 1924 Anayasası'na aykırı olarak. 82 Anayasası da böyledir. Fakat orada temel haklar ve özgürlükler biraz daha dar olarak yorumlanmıştır. 2017'de yeni bir şey yaptık, referandum yaptık bildiğiniz gibi ve Cumhurbaşkanlığı Türk tipi başkanlık sistemine geçtik. Yeni bir tecrübeyi şimdi yaşıyoruz, Azerbaycan gibi. Şu anda ise gene Türkiye'yi yönetmekte olan parti yeni bir anayasa yapma çalışmalarını yürütmek istiyor. Fakat bu neye evrileceğini doğrusu bilemiyoruz. Yaşayınca göreceğiz. Ben çok kısa bir şekilde zamanında herhalde çok aşmadan en azından Türkiye'deki anayasal gelişmeler hakkında kısa bir çizgiler sunmuş oldum. Daha geniş şeyi inşallah tebliğler yayınlanırsa orada görme imkanı olacak. Diğer zaten arkadaşlarımız da geri gelince dokunacaklar. Ben hepinizi saygıyla selamlıyorum. Teşekkür ediyorum. Hörmətli konferans iştirakçıları, hamınızı salamlayıram və hesab edirəm ki, həqiqətən bayram günləri ərəfəsində baş tutan ən mühüm tədbirlərdən biridir. Zahid müəllim, sizin kollektiviniz bu məsələni çox yüksək səviyyədə təşkil edib. Hörmətli Şahin müəllim, Konstitusiyanın qəbulu ilə bağlı, o yaranmış tarixi siyasi vəziyyətlə bağlı çox dəqiq məlumat verir. Və bu məlumat əlbəttə ki, bu zalda əyləşənlərin böyük əksəriyyəti, yəni Milli Platforma çox yaxşı bilir, dəyərli deputatlar, qeyri-hökumət təşkilatı nümayəndələri. Mən istərdim Zahid müəllim ilk sizin o təklifinizə keçməmişdən əvvəl Şahin müəllim fikrini davam etdirim ki, Konstitusiyamız növbəti mərhələdə necə inkişaf etdi və niyə məhz bu formada inkişaf etdi? Çünki Şahin müəllim çox düzgün vurğuladı ki, 1995-ci il Konstitusiyasının əsas mahiyyətlərindən biri də güclü hakimiyyət institutunu yaratmaq, suveren hakimiyyət institutunu yaratmaq. O mərhələ üçün, o tarixi mərhələ üçün hesab edirəm ki, çox uğurlu bir konstitusiya qəbul edildi və sonra onun inkişaf yolu da, yəni referendumlar yolu ilə inkişafı da təxminən eyni məntiqlə baş verir. 3 referendum həyata keçirildi, onun ikisini cənab prezident irəli sürmüşdü, birini parlament. 2002-ci ildə proporsional seçki sistemi ləğv olundu. İndi də baxmayaraq ki, ara sıra bu sistemin bərpası ilə bağlı fikirlər səslənilir, amma mən Böyük Siyasət Komitəsinin sədri kimi bir mənalı söyləyə bilərəm ki, tamamilə bunun əleyhinəyik. Çünki hesab edirik ki, növbəti mərhələlərdə majoritar sistem özünü doğrultdu, təmsilçilik özünü doğrultdu və indi yaranmış yeni siyasi konfigurasiyada da siyasi partiyalar cəmiyyətimizdə öz yerini, xüsusən də siyasi partiyalar haqqında Zahid müəllim sizlərlə birlikdə müzakirə edib qəbul etdiyimiz qanundan sonra buna hər hansı bir ehtiyac görürük. Amma 2002-ci ildə
edilən dəyişikliklərdən biri də vacibi də ondan ibarət idi ki, səlahiyyətlər prezidentdən onu idarə edə bilmədikdə növbəti mərhələdə yenə də icra hakimiyyətinə, yəni subordinasiya görə yenə də icra hakimiyyətinə keçir. 2009-cu ilin referendumunda da əlbəttə hər bir referendum vacib məsələlər müzakirə olunurdu, amma mən istəyirəm ki, o Şahin müəllimin məntiqindən güclü, mərkəzləşmiş hakimiyyət, güclü prezident institutu, o məntiqi qaydım. 2009-cu ildə bir şəxsin 2 dəfədən artıq seçilməsi ilə bağlı konstitusiyada mövcud olan məhdudiyyət aradan qaldırıldı. O zaman belə fikirlər söyləyirdilər, yəni dünya hüquq elmində də belə bir yanaşma var idi ki, o müddət, yəni 10 ildən artıq olan hər hansı bir müddət bir şəxsin bu və ya digər formada səlahiyyətləri mənimsəməsinə gətirib çıxara bilər və yaxud da ki, onun reytinqi bu formada ola bilməz. Amma tarix göstərdi ki, bunlar yanlış yanaşmalar olub hüquq elmində. Çünki faktiki niyyətimiz namizədə seçilmə imkanı yaratmaq deyil idi. Xalqa istədiyi namizədi bir neçə dəfə əgər istəyirsə xalq seçmə imkanı yaratmalıdır. Və yenə qayıdıram Şahin müəllimin fikrinə, çünki təxminən 80-cı illərin sonu və 90-cı illərin əvvəllərində Azərbaycanda hər il hakimiyyət dəyişmişdi. Bu o demək idi ki, o zaman heç nə həll etmir. Və sonraki mərhələlərdə, xüsusən də 2018-ci il növbədənkənar prezident seçkiləri və faktiki olaraq 2020-ci il zəfərimiz və nəhayət son növbədənkənar prezident seçkilərində prezident İlham Əliyevin reytingi, burada hörmətli administrasiya əməkdaşları da əyləşiblər və sizlər də bu prosesdə Zahid müəllim iştirak etmişsiniz. O ən yüksək reyting göstərdi ki, bizim tənqidçilərimiz yanlış olublar. Prezident İlham Əliyev, uğurlu prezident, qalib prezident, o dünyada artan reytingi nümayiş etdirdi və göstərdi ki, zamandakı olan o tənqidlər, nəzəri tənqidlərin heç bir əsas olmur. Və nəhayət 2016-cı il referendumu vitse-prezidentlər institutunun yaradılması. Məncə indi Azərbaycan cəmiyyəti xüsusən də mədəni sosial islahatlar fonunda vitse-prezident institutunun birinci vitse-prezidentinin hörmətli Mehriban xanımın həyata keçirdiyi fəaliyyəti həm Azərbaycanda, həm Azərbaycandan xaricdə nə qədər uğurlu olduğunu görür və beləliklə hörmətli konferans iştirakçıları biz konstitusiyamızın yubileyi ərəfəsində tam əminliklə deyə bilərik ki, zaman-zaman vaxtilə ortaya atılmış Milli Şura, indi ortaya atılmış Dövlət Şurası kimi cəfəng ideyaların heç bir əsası yoxdur. Azərbaycan xalqı özünün səs verdiyi, qəbul etdiyi konstitusiya ilə güclü liderin, güclü prezidentin prezidentlik institutunun tərəfində oldu. Məhz bu güclü prezidentlik institutu Ali Başkomandan, güclü Ali Başkomandan bizi zəfərə gətirib çıxardı və Zahid mən bu kontekstdə demək istəyirəm ki, konferansın mövzusuna uyğun olaraq bizim baxışlarımız gələcəyi də məhz belədir. Avropada bir sıra ölkələrdə indi qloballaşma proseslərinə son qoyulur. Ölkələr öz konstitusiyon islahatlarında daha çox milli maraqları qorumağa başlayırlar. Hesab edirəm ki, bizim də gələcəyə baxışlarımız belə olmalıdır. Müstəqilliyimizi daha da gücləndirən, suverenliyimizi daha da təmin edən islahatlar barədə düşünməliyik. Təbii ki, Naxçıvan konstitusiyasına etdiyimiz dəyişikliklər müəyyən mənada artıq gələcək konstitusiyon dəyişiklikləri müjdəsini vermiş olub və əminəm ki, cəmiyyətimizin də böyük bir hissəsi, mütərəqqi hissəsi əldə etdiyimiz o nailiyyətlərin bundan sonra da güclü hakimiyyətə, güclü prezident institutuna söykənəcəyinin əminliyindədir. Təşəkkür ederiz. Azərbaycan Konstitusiyasının fenomenini siyasi, tarixi, şərh olmadan başa düşmək mümkün deyil. Konstitusiya 90-cı ilin əvvəllərində Azərbaycanda mövcud olan vəziyyətlə sırf bağlıdır və həmin zamanın törəməsidir. Ona görə ki, SSR dağılandan sonra, Azərbaycan müstəqillik qazanandan sonra bütün postsovet məkanında çox qəribə bir vəziyyət yaranmışdı.
SSR-nin məşhur sloqanı bütün hakimiyyət xalq deputatlarına müəyyən qüvvələr, siyasi qüvvələr tərəfindən hərfi şəkildə, hərfi mənada tam səmimiyyətlə qəbul edilmişdir və Xalq Cəbhəsinin 1989-cu ildə qəbul olunmuş proqramında yazılmışdı ki, bütün dövlət hakimiyyəti Azərbaycan SSR-nin Ali Sovetinə məxsus olmalıdır. Lakin o zaman dövlətə xidmət edənlər, o cümlədən hörmətli millət vəkillərimiz, Qüdrət müəllim, Əli müəllim, o zamanları yaxşı xatırlayırlar. Bilirlər ki, SSR-də vəziyyət elə deyildi. Ali Sovet real hakimiyyəti həyata keçirmirdi. Real hakimiyyət Komünist Partiyasının əlində idi. Konkret olaraq Mərkəzi Komitənin əlində idi. Ali Sovet alət idi. Və Komünist Partiyası yox olandan sonra Azərbaycanda hakimiyyət xaosu bərqərar oldu. Əlbəttə, Milli Məclis çalışırdı ki, vəziyyəti idarə etsin. Azərbaycan tək Ermənistanla yox, Ermənistanın qismində Rusiya ilə müharibə aparırdı. Misal üçün, Kəlbəcərin işğalında Pskov desant diviziyası iştirak edirdi. Və belə bir vəziyyətdə Milli Məclis Dövlət Müdafiə Komitəsi yaratdı, 9 üzvdən ibarət və bütün qərarlar hərblə bağlı qərarlar, hər bilimindən xəbəri olmayan insanlar tərəfindən səs vermə ilə qəbul olunurdu. Müharibə belə idarə olunurdu. Və satqınlıqla yanaşı bu cür şərəfsiz idarə etmə ona gətirib çıxartdı ki, Azərbaycanın 20% işğal oldu. Təsəvvür edin ki, o vaxtki Azərbaycanın prezidenti Əbülfəz Elçi bəy Ali Baş Komandan deyildi. O Ali Baş Komandan oldu Kəlbəcər əldən gedəndən sonra 1993-cü ilin aprelində. Konstitusiya dəyişikliklər Milli Məclisin əlində idi və Konstitusiya kifayət qədər dəyişiklik edilmişdi. Lakin bütün o dəyişikliklərin mahiyyəti ondan ibarət idi ki, hakimiyyət Milli Məclisin əlində cəmləşsin. Və beləliklə, Heydər Əliyev Azərbaycana gələndə Milli Məclisin dəvəti ilə, Xalq Cəbhəsinin dəvəti ilə hakimiyyət xaosu bərqərar olmuşdu Azərbaycanda. Hakimiyyət yox idi, sıfır vəziyyətdə idi, xaos idi. Və Cənab Prezident ilk öncə başladı hakimiyyət vertikalını qurmağa. 1994-cü ildə yeni Daxili İşlər Naziri təyin olunurdu, Ramil Subov. Onun təyinatına Milli Məclis razılıq verməli idi və onun namizədliyi təqdim olunmuşdu Milli Məclisə. Lakin 4 aya yaxın Milli Məclis buna razılıq vermirdi. Məndən soruşuldu, belə vəziyyətdən biz necə çıxa bilərik? Mənim cavabım oldu ki, 91-ci ildə müstəqillik haqqında Konstitusiya aktı qəbul olunub, orada hakimiyyətlər bölgüsü bərqərar olunub və Milli Məclisin ali icra məsələlərinə, ali icra hakimiyyətin məsələlərinə qarışmağa heç bir hüququ yoxdur. Və Konstitusiya aktına istinad edib naziri təyin eləmək olar və Konstitusiya aktı Azərbaycanın 78-ci ilin Konstitusiyasından daha üstün hüquqi qüvvəyə malik idi. Ona görə ki, 78-ci ilin Konstitusiyası Ali Sovet tərəfindən qəbul olunmuşdu, Konstitusiya aktı referendum tərəfindən qəbul olunmuşdu. Və bu vəziyyət, o zaman mövcud olan vəziyyəti bilmədən Konstitusiyanın məntiqini, Konstitusiyanın 1-ci maddəsinin mənasını, Konstitusiyanın fəsillərinin ardıcıllığını
və bəzi maddələrin mənasını başa düşmək mümkün deyil. Və cənab İlham Əliyev həmin o konstitusiyanın yaradılmasının nəinki müşahidə edilib, həm də iştirakçısı olub. Sonuncu dəfə konstitusiya layihəsi 1995-ci ilin aprelində gecə saat 11-də Ulu Öndərə məruzə edilib və həmin məruzədə cənab İlham Əliyev də iştirak edib. O məruzə təxminən 2 saat yarım çəkmişdi. Sonra göstərişlər verilmişdi və göstərişlərə uyğun olaraq layihədə dəyişikliklər edilmişdi və artıq mayda Konstitusiya Komissiyası yaradılmışdı və komissiyanın qabağında artıq hazır layihə qoyulmuşdu. Çox sağ olun. Thank you, dear chair, dear colleagues. It is an utmost pleasure to be here, and thank you very much for the invitation. And the topic itself is particularly interesting for us, as if you read the press, especially the Western press, about Hungary and the debate and conflict between Hungary and the European Union, the background is exactly this, sovereignty and constitutional issues. And let me highlight briefly what is in behind and what is the Hungarian perspective and approach in this regard. So in the 21st century, sovereignty has once again become a central constitutional issue. As a globalization and European integration blur the boundaries of state power, Hungary has sought to redefine what sovereignty means, not merely as a legal status, but as a living constitutional and identity-based principle. Our aim is to understand how Hungary protects its sovereignty through its fundamental law, constitutional court, and within, but never beneath, European integration. Traditionally, sovereignty meant absolute and exclusive authority within a territory. But in today's interconnected world, that concept has evolved. Modern sovereignty is shared and responsible. It involves both autonomy and cooperation. Globalization and the European Union have redefined sovereignty through collective decision-making. Hungary's approach exemplifies how a nation can adapt to these realities while keeping sovereignty constitutionally anchored. Cooperation does not mean dependence. So the theoretical foundation of Hungary's model is the constitutional sovereignty. Over time, sovereignty has shifted from monarchs to the people. In this modern understanding, the constitution both empowers and limits state authority. It forms the basis of what we call constitutional pluralism in Europe. In Hungary's case, sovereignty is exercised through constitutional consent, not delegated by the European Union. Our national understanding of sovereignty is deeply rooted in history. As you may know, Hungary is one among the oldest states within Europe, established already in the 10th century with a statehood and as a kingdom in the year of 1000. From the Golden Bull of 1222, so 800 years ago, a first kind of constitution which limited royal power to the founding of the Christian Hungarian state around the year 1000. And the other remarkable milestone was the 1848 revolution that demanded responsible government. Hungary has consistently linked sovereignty with self-determination. The democratic transformation of 1989 restored that independence, and the 2011 fundamental law set by the current governing party and government connected it to the Hungary's Christian heritage and national continuity. Thus, our sovereignty rests on both legal and civilizational foundations. The fundamental law itself provides explicit safeguards for sovereignty. Article B1 declares Hungary to be an independent democratic rule of law state. Article Q commits
us to international cooperation while preserving independence. Most importantly, Article E allows participation in the European Union only if it does not restrict Hungary's core sovereign rights. This clause ensures that integration remains under constitutional control. The guardian of this principle is the Constitutional Court. Since 2016, the court has declared sovereignty a core part of Hungary's constitutional identity. Through landmark rulings, such as those in 2016, 19, and 2021, it has affirmed that EU law cannot override the fundamental principles of the Hungarian constitution. This is not about confrontation, but a dialogue, a constitutional conversation between Hungary and the European Union. Our concept of constitutional identity defines the essential features of the Hungarian state: democracy, rule of law, fundamental rights, culture, and independence. Sovereignty and identity are interdependent. They strengthen one another. This doctrine ensures that EU law respects Hungary's constitutional self-understanding, serving as a defense against supranational overreach. In this spirit, Hungary supports what we call constitutional pluralism, a Europe of cooperation and coordination, not subordination. The fundamental law affirms that Hungary's domestic constitution remains the ultimate source of legitimacy, and the Constitutional Court may intervene only when EU actions violate constitutional identity or exceed the powers delegated to the Union. At the same time, Hungary emphasized democratic legitimacy within the European Union. We believe that the decisions in Brussels must remain accountable to citizens. Competence transfer can be legitimate only when it is democratically controlled. In this sense, sovereignty becomes the constitutional framework for meaningful and legitimate EU participation. Ultimately, a Hungarian model represents what we call responsible sovereignty. It balances national independence with European cooperation, open yet constitutionally safeguarded. It avoids both extreme nationalism and uncritical integration. Instead, it offers a dynamic model grounded in historical continuity and constitutional identity. In conclusion, sovereignty is not a relic of the past. It is a living constitutional principle that ensures legitimacy, cooperation, and identity in the modern world. Hungary's approach seeks to balance self-determination with integration, anchoring democracy in constitutional tradition while contributing to a pluralist European order that respects both unity and diversity. Thank you very much. Hazırki beynəlxalq münasibətlər, ümumiyyətlə dünya düzəni dövlətlərin suveren bərabərliyinə əsaslanır. Dövlətlərin suveren bərabərliyi prinsipi BMT nizamnaməsinə konkret 2-ci maddədə öz əksini tapıb və hətta orada elə 2-ci maddənin 1-ci bəndində göstərilir ki, bu təşkilatın əsasında dövlətlərin suveren bərabərliyi dayanır. Və 1949-cu ildə qəbul olunmuş 4-cü Cenevra konvensiyası, hansı ki, müharibə dövründə mülki şəxslərin qorunmasıyla bağlı bu 4-cü konvensiyada çox mühüm bir müddəa var ki, bu 30 ildə torpaqlarımız işğal altında olanda bizim üçün də qüvvədə idi. Orada bildirilir ki, işğal zamanı suverenlik işğalçıya keçmir. Deməli, torpaqlarımız işğal altında olduğu zaman, 20% işğal altında olduğu zaman bizim işğala görə suverenliyimiz pozulmuşdu. Amma biz suverenliyi itirməmişdik. Yurisdiksiyanı isə aidiyyatı dövlət orqanları icra eləyə bilmirdi. 2020-ci il vətən müharibəsi, 2023-cü ildə bir günlük antiterror əməliyyatlarından sonra, bizim suverenliyimizin tam bərpasından sonra 1995-ci ildə ümumi lider Heydər Əliyevin müəllifi olduğu və qəbul etdiyimiz konstitusiyamız ərazilərimizin hər bir güşəsində maneəsiz tətbiq olmağa başladı və aidiyyatı dövlət orqanları öz yurisdiksiyasının icrasına başladılar. Konkret iki misal bildirim. Misal üçün, 2020-ci ildə Qubadlı oktyabrın 25-də azad olunur. Bir il sonra oktyabrın 27-sində 2021-ci ildə Qubadlıda, misal üçün, cənub hissədə Dövlət Gömrük Komitəsinin deməli, məntəqəsi yaradılır. Və yaxud da
bir günlük antiterror əməliyyatlarından aylar öncə 2020-ci ilin aprelində Həkəri çayı üzərində Laçında dövlət sərhədindən buraxılış məntəqəsi yaradıldı. Bu bizim həm təhlükəsizlik, həm də iqtisadi baxımdan suverenliyimizin bərpası və həmin istiqamətdə atılmış ciddi addımlar idi. Suverenliyimizin bərpasını həm də hörmətli Zahid müəllim o sualı qoydu. Bir müqayisəli şəkildə mən iki misalla, beynəlxalq münasibətlər sistemində misalla onu izah eləmək istərdim. Bunlardan biri deməli 1990-cı ildə Küveytin Saddam Hüseyn İraqı tərəfindən işğalıdır. Orada dövlət işğal olunur, orada tam dövlət işğal olunmuşdur və faktiki suverenlik, eyni zamanda yurisdiksiyasını Küveyt icra edə bilmirdi. BMT Tərəfdaşlığının 2 qətnaməsi vardı və Birləşmiş Ştatların rəhbərliyi ilə beynəlxalq koalisiya yaranır və 91-ci ilin fevralında səhrada fırtına əməliyyatı keçirilir. Küveyt dövlətinin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi bərpa olunur. İndi müqayisə eləyək. Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması, həmin funksiyanı beynəlxalq deməli koalisiyanın həyata keçirdiyini Azərbaycan Müzəffər Ali Başkomandan cənab prezident İlham Əliyevin rəhbərliyi altında milli silahlı qüvvələrimizin əməyi və onların rəşadəti nəticəsində həyata keçirdi. Yəni nəticə eynidir, suverenliyin bərpası. Amma baxın ki, Azərbaycan suverenliyinin bərpasının unikallıq ondan ibarətdir ki, Azərbaycan bunu öz resursları hesabına həyata keçirir. Və bir mühüm məqamda Küveytlə bağlı qəbul olunan rezolyusiyalar BMT Nizamnaməsinin 7-ci fəsil altında qəbul olunmuşdur. Yəni burada artıq birbaşa müdaxilə üçün də imkan vardır. Bizim rezolyusiyalarda isə bunun həyata keçirilməsi üçün deməli çətinliklər vardı. Baxmayaraq ki, bizim 4 qətnamədə 93-cü ildə qəbul olunan elə BMT Nizamnaməsinə görə hüquqi məcburiyyəti olan, ona legal binding deyirlər, hüquqi məcburiyyəti olan qətnamələr idi. Və bundan sonra deməli biz hazırda işğaldan azad olmuş ərazilərimizi böyük bərpa quruculuq işləri aparırıq. Bu daxili suverenliyin məhdudiyyətsiz həyata keçirilməsi, icrası deməkdir. Misal üçün 90-cı illərdə Almaniyanın birləşməsindən sonra baxmayaraq ki, orada da hadisə başqadır. Yəni mən onu birbaşa müqayisə eləmirəm. Sadəcə nəticəni bildirirəm ki, Almaniya Federativ Respublikası məhz DDR-in, Demokratik Respublikanın onun tərkibinə daxil olması, onun konstitusiyon quruluşunu qəbul etməsindən sonra suverenliyini tam şəkildə qəbul elədi. Yəni tam şəkildə suveren dövlət oldu. Və deyirlər ki, 90-cı illər ərzində Almaniya, konkret onun paytaxtı Berlin Avropanın ən böyük tikinti meydançasıdır. Biz müqayisə etsək bugün Şərqi Zəngəzur, Qarabağ nəinki Avropada hesab edirəm ki, qlobal miqyasda ən böyük tikinti meydançasıdır. Deməli, suverenliyimizin iqtisadi ölçüdə biz məhdudiyyətsiz şəkildə icrasını görürük. Və bundan sonra bir neçə kəlmə də mən suverenliyimizin, ərazi bütövlüyümüzün bərpasından sonra sülh gündəliyinin beynəlxalq münasibət sistemində təqdir olunması ilə bağlı fikirlərimi bölüşmək istəyirəm və burada cənab prezidentin elə sentyabr ayında BMT Baş Məclisinin 80-ci sessiyasında etdiyi çıxışdan bir sitatı xatırlamaq istəyirəm. Cənab prezident vurğuladı ki, biz müharibəni udduq, sülhü qazandıq. Deməli, Azərbaycan Ermənistanı səngərdən danışıqlar masasına, diplomatik masaya gətirməyi bacardı. Və burada da yenə cənab prezidentin strateji baxışlarına uyğun olaraq biz zamana və məkana uyğun olaraq həm hərbi, həm də diplomatik siyasi metodları yerində və zamanında uğurla tətbiq etməyə bacardıq. Təbii ki, burada dövlət xalq ordu birliyi və buna cənab prezidentin strateji baxışlarına uyğun o unikal müdrik rəhbərlik bu nəticəni verdi və mən beynəlxalq münasibətlər sistemində onu müqayisə edəndə sizə təqdim edim. Və nəticədə nələr baş verir? Türk Dövlətləri Təşkilatının Qəbələ zirvə görüşündə yeni bir mövzu, təhlükəsizlik müdafiə sahəsindən bağlı məsələ gündəmə gəlir. Deməli, Azərbaycanın suverenliyini bərpa edilməsi bizə müttəfiq olan, yaxın olan dövlətlərin də milli kimliyində o suverenliyinin gücləndirilməsində bir inspirasiya mənbəyidir. Və sonda vurğuladığım başqa bir məsələ, deməli, suverenliyimizin bərpasından sonra onun BMT deməli, müstəvisinə yanaşı Avropa Siyasi Birliyi məkanında, Avropa Siyasi Birliyinin müstəvisində təqdir olunmasıdır. Yəni, Azərbaycanın yaratdığı yeni siyasi reallıq və buna əsaslanan əməkdaşlıq imkanları bizim regionu tərk eləmişdir. Və yəni, daha doğrusu onun coğrafiyasına aşaraq daha böyük regionları əhatə edir. Və burada hesab edirəm ki, yenə Türk Dövlətləri Təşkilatına üzv olan Qazaxıstan prezidentinin Kasım-Jomart Tokayevin verdiyi bir qiyməti xatırlamaq istəyirəm. Mən bunu parlamentdəki çıxışımda da vurğulamışdım, həmkarlarımız orada eşidib. Deməli, cənab Tokayev bildirir ki,
Azərbaycan prezidenti tarixi miqyasda görkəmli dövlət xadimidir. Həm də ona görə ki, onun fəaliyyəti deməli beynəlxalq şəraitin sağlamlaşdırılmasına yönəldilir. Beynəlxalq şəraitin sağlamlaşdırılması dedikdə isə işğala son qoyulması və beynəlxalq hüququn 30 il tapdab altında olan prinsiplərinin bərpa olması. Bu da dövlət olaraq Azərbaycan dövlətinin beynəlxalq birliyin, beynəlxalq sülhün, təhlükəsizliyin təmin olmasına verdiyi töhfədir. 30 illik var konstitusiyanın, eyni zamanda suverenlik ilidir də. Bu çox önəmlidir bunların birlikdə kutlanması. Çünki Azərbaycanın müstəqilliyi çox ağırlı və acılı bir gedişatla üzləşdi. Həm dövlət nəzəriyyəsində, həm beynəlxalq hüquqda dövlətin 3 təməl anlayışı verilir var. Müəyyən bir ərazi, daimi əhali və təsirli hökumət. Beynəlxalq dövlətlərin hüquq və vəzifələri haqqında 1933-cü il konvensiyası da var, Montevideo konvensiyası adlanır, Uruguayın paytaxtında qəbul olunur. Orada 4-cü əlamətdə var, beynəlxalq münasibətlərdə iştirak etmək qabiliyyəti. Onu qoyaq qırağa. Azərbaycan müstəqil olandan təəssüf ki, onun ərazisinin bir hissəsi işğal olundu. Orada yaşayan əhali oradan qovuldu və uzun müddət, 30 ilə yaxın bir müddətdə Azərbaycan hökumətinin o ərazidə təsiri olmadı, yəni effective government. Bu çox önəmli bir əlamətlərdir. Məsələn, müqayisədə sizə deyim, Gürcüstan Azərbaycandan öncə müstəqilliyini elan etmişdi və Azərbaycandan da öncə BMT üzvlüyünə müraciət etmişdi. Buna baxmayaraq, Azərbaycan Gürcüstandan öncə BMT-yə üzv ola bildi 92-ci ilin martında, Gürcüstan 92-ci ilin iyununda. Niyə? Bizdən öncə elan etdilər, bizdən öncə müraciət etdilər, niyə bizdən sonra qəbul olundular? Çünki o dönemdə Gürcüstanda təsirli hökumət, effective government olmayıb. Orada Gamsakuriya dönəmi idi, vətəndaş müharibəsi idi və BMT-də də qərar alındı ki, siz bu 3-cü əlamətə uyğun gəlmədiyinizdən hələ BMT üzvü ola bilməyəcəksiniz. Azərbaycan hökuməti o zamanlar çox zəif olsa da, amma təsirli hökuməti var idi. Baxın, bunu nə üçün deyirəm? Konstitusiyaya görə 30 il ərzində və ondan da əvvəlki dönəmlər konstitusiyalarımız olub və onların hüquqi qüvvəsi Azərbaycan bütün ərazisində şamil olunmuş sayılır. Bu işin tekstual tərəfidir. Tekst ümumiyyətlə gözlə görünən, əllə toxunan hər bir şeyə deyilir. Məsələn, tekstil sənayesi də, tekst latınca tikiş demək. Tekstil sənayesi də elə odur. Sözün kökü tekst. Amma bir də var kontekst. Kon birlikdə deməkdir. Tekst tikilmə deməkdir. Yəni birlikdə tikilmiş. Bu konstitusiyanın tekstinə daha çox önəm verilir çoxları tərəfindən. Bu ilkin yanaşmadır, yanlış deyil özlüyündə. Amma yalnız konstitusiyanın tekstini oxuyaraq konstitusiyanı anlamaq olmur. Mütləq gərək konteksti də anlayasan. Kontekst də nədir? Xalqın tarixidir, onun mədəniyyətidir, geniş anlamda uzatmayayım, adət ənənəsi planı, ölkənin siyasi ənənələridir. Çünki çox gözəl bir konstitusiya yazmaq olar. Tam nəzəri, hər şeyə görə mükəmməl bir tekst. Amma nəticədə görəcəksən ki, o işləmir. Niyə işləmir? Hökumət işlədə bilmir. Qəsdənmi onu pozur? Hüquqşünaslar mı onu şərh edə bilmir? Yox. Məlum olur ki, o konstitusiya bu cəmiyyətin kontekstinə uyğun gəlmir. Konstitusiya hüququn nəzəriyyəsində belə bir son zamanlar akademik ədəbiyyatda belə bir anlayış formalaşıb. Xarici talisman fenomeni, foreign talisman fenomeni. Bu nə demək? İndi gör-götür dünyası da aydın məsələdir. Ölkələr xüsusilə uğurlu örnəklərdən öyrənib nəsə götürməyə çalışırlar. Best practices deyirlər ona. Mən sizə həmişə deyirəm, best practice öyrənmək vacibdir, amma worst practicesləri də öyrənmək lazımdır. Pis təcrübələri də öyrənmək lazımdır. Niyə ancaq yaxşı təcrübələr? Ən azı müqayisədə sən bilməlisən ki, nə ilə müqayisədə bu yaxşı təcrübə? Və bu Latin Amerika ölkələrinin kontekstində düşünülüb bu anlayış. Xarici talisman fenomeni. Latin Amerika ölkələri
demiyorlar ki hamısı, Amerika Konstitusiyasını örnek götürüp ve az qala olduğu kimi köçürüp, iki palatalı parlament, çok güclü ali məhkəmə, qanunları konstitusiyaya uyğunluğunu yoxlayıb, qanunları ləğv edə bilmə səlahiyyəti, prezidentin heç birisində demokratiya qurula bilmədi. Xuntaları demirəm, xunta tamam başqa bir təcrübədir. Mülki hökumətləri belə götürsək. Nədən? Çünki kontekst nəzərə alınmadı. Xalqın tarixi, mədəniyyəti nəzərə alınmadı. Siz köçürə bilərsiniz, o səlahiyyətləri paylaya bilərsiniz. Amma və çox gözəl də yaza da bilərsiniz. Güclü hüquqşünaslarınız da ola bilər. Demokratik hökumətiniz də ola bilər. Amma o yenə də bir də görsən işləmir. Və yeri gəlmişkən bir söz gəlmişkən. Latin Amerikasında prezidentlər nə edir? Parlamenti ələ keçirmək, ona nəzarət etmək yerinə ali məhkəməni ələ keçirirdilər. Və parlamentin qəbul etdiyi, xoşlamadığı qanunları ali məhkəmə vasitəsilə ləğv etdirirdilər. Məsələn, Amerikada bu səlahiyyət var, amma Amerikada prezident bunu edə bilmir. Amma Amerikada çox özünə məxsus bir örnəkdir. Heç kəs, o çox unikal bir tarixi təcrübədir. Oradan heç kəs köçürə bilməz. Onu heç kəs, Latin Amerika ölkələrinin örnəyi bunu göstərir. Amma xarici talizman fenomeni bir anlayış olaraq onu sizin tezüzə qüvvət uğurlu örnəklərdən öyrənməyə çalışarkən, uğurlu örnəkləri köçürüb, mənimsəməyə çalışarkən özlüyünü itirə bilirsən. O milli kimliyi anlamda yox. Amma o cümlədən hətta suverenliyi. Çünki sən artıq məlum olur ki, nəzarət edə bilmirsən gedişata və konstitusiya xilaskar ola bilmir. Çünki konstitusiya sadəcə bir tekstdir. Konstitusiyanı işlənməsi üçün siyasi ənənələr olmalıdır. Siyasi ənənələr də xalqın mədəniyyətinə bağlıdır. Məsələn, razılaşmaya bilərsiniz. Ola bilsin, çox provokativ bir fikir söyləyəcəm. Amma məsələn, mən hesab edirəm ki, Azərbaycan xalqın mədəniyyəti liberal iqtisadi model üçün çox yararlıdır. Azərbaycan xalqı çalışqandır, Azərbaycan xalqı ticarəti bacarandır, Azərbaycan insanları qazanıb öz ailəsini dolandırmağa həvəslidirlər. Mənim hətta belə bir vaxt, tələbələri vaxtilə dərs dediyim illərdə belə bir zarafatım da vardı ki, başqa ölkələrdə xalq hökumətə sanki deyir ki, mənə iş ver. Bizim xalq hökumətə deyir, sanki deyir ki, məni işə salma. Mən özüm işləyəcəm, qazanacam, dolandıracam, paylayacam. Ona görə Azərbaycanda iqtisadi islahatları düşünərkən mən çəkinmədən deyirəm, liberallaşdırmaq lazım. Nəzarət və çeşidli mərkəzləşdirmə cəhdləri Azərbaycan iqtisadiyyatı inkişafını əngəlləyir. Amma nə qədər paradoksal səslənsə də, elə Azərbaycan xalqının elə həmin bu ənənələri Azərbaycanda liberal siyasi sistemin formalaşmasına imkan verir. Bu isə o deməkdir ki, əgər konstitusiyadan söhbət edirsə, Azərbaycanda parlament respublikasını qurmaq alınmayacaq. Yəni, edirəm, razılaşmaya bilər. Amma mən bu qənaətdəyim. Mən vaxtilə parlament respublikasının sevdalısı olmuşam, amma daşındım o fikirdən, özdə çoxdan. Mən çox qəti qənaətdəyim, Azərbaycanda parlament respublikası alınmayacaq. Liberal iqtisadiyyat alınacaq, parlament respublikası alınmayacaq. Və bunun tarixi örnəkləri də var. Və cəhdlər də olub alınmayıb. Düzdür, cəhd olub deyə o demək deyil ki, gələcəkdə də cəhd olsa alınmayacaq. Amma görünən budur. Azərbaycan konstitusiyasının teksti ilə kontekstini bir də bəzi yerlərdə uzlaşmadığını biz nədən görürük? Siyasətçilərimizin, yaxud elə cəmiyyətdə formalaşan arzuların konstitusiyanın tekstini çox aşır. Məsələn, çox zaman eşitmək olar ki, Azərbaycan sosial dövlətdir. Deyil, əzizlərim. Həm konstitusiyaya görə deyil, Azərbaycan konstitusiyasının 7-ci maddəsində dövlətin tərifi verilir. 5 əlamət var orada. Demokratik, hüquqi, dünyəvi, unitar, respublika. Sosial sözü yoxdur orada. Düzdür, bu o demək deyil ki, sosial sözü yoxdur deyə bu sosial dövlət olmaya bilər. Var elə ölkələr. Elə ölkələr var ki, konstitusiyasında yazıb sosial, Almaniyada. Amma iqtisadi göstəricilərimiz də sosial dövlətə uyğun gəlmir. TGR deyilən bir şey var. Tax to GDP ratio. Yəni, toplam yığılan vergilərin ümumi daxili məhsula nisbəti. 2024-cü ilə görə Dünya Bankında 19% Azərbaycanda.
Amerika'da 34%. Ama Amerika sosyal devlet değil. Sosyal devlet olan ülkelerde əhaliden yığılan vergilerin, ümumi daxili məhsula nisbəti 40% aşır, 50% aşır. Arzularla ehtiyatlı olmak lazımdır. Sosyal devlet ne demektir? Devlet sanki insanlara deyir ki, gelin birlikte inkişaf edək ülkeler. Yalnız devlet bütçesine güvenmeyin. Siz de paylaşın. Bu ne demektir? Yani ben sizden daha çok vergi yığacağım. İstəyirsinizsə bunu bilmirəm, mən şəxsən istəmirəm. Və məsələ də ondadır ki, bu bizim konstitusiyaya ilə ümumiyyətcə uyğun uzlaşmır. Halbuki amma birilərinin arzuları var. Hə, kimsə deyə bilər ki, bəs bazar münasibətlərinə əsaslanan sosial yönümlü inkişafın şərait yaradır deyə bir cümlə də var Azərbaycan. Amma o şərait yaradır. O demək deyil ki, Azərbaycan dövləti özü sosialdır. Konstitusiya deyir ki, Azərbaycan dövləti elə bir iqtisadi siyasət yürüdür ki, iqtisadiyyatda iştirak edən subyektlər, özəl subyektlər özləri sosial məsuliyyəti daşısın. Düzdür, bizim vergi məcəlləmiz heç onu təşviq etmir, amma o ayrı məsələ. Və layiqli həyat səviyyəsini təmin edir cümləsi var. Onu da çox yanlış yazırlar. Layiqli həyat minimalistik bir standartlardır o. Decent living standards. Assalamu alaikum. My dear colleagues, I would like to tell you some words about broken up of constitution. It is a negative example, unfortunately, in Poland. Impact on our scientific culture and economy and science at all. So my report is about us, but before that, I would like to congratulate you with your celebration. Today is a great day. Today is a holiday, and Poland supports your holiday, your celebration, and me support you too. Secondly, I would like to thank all of members of organization committee. It was pleasant for me to get invitation to be a member of scientific committee, and I'm very happy to be in here. I was falling in love with Azerbaijan since I crossed the border. It takes 1 minute to cross the border. It takes 1 hour to get the hotel. It takes 1 night to be here. So, for 1 night, I'm falling in love with Azerbaijan. Thirdly, what would I like to get here? I would like to get new knowledge, new cooperation, and new friends from different countries. The next, what did I get here? What did I bring? I bring the possibility to publish 1 paper in Scopus Indexed Journal according how legal rules impact science. Who is interested, contact me in a break. Secondly, I am a guest editor of 3 special issues, Scopus Indexed, and I'm able to support you get publishing paper in Scopus. Thirdly, I'm looking for scientists with Scopus experience in order to open new special issue, Scopus Indexed. What would you like about our topic? You say, unfortunately, we always don't note change of our government,
our government did not change constitution. They accept some legal acts opposite constitution. Not opposite, maybe like a normal acts. But they limits our right, our scientific rights. And should we show my presentation, a picture? No, file, next. Before picture. Oh, here, stop, one more. Oh, you see, two trend lines. How does Polish science in different fields going down? Next picture, please. Two, and etc. You see? So I invite you, my dear colleagues, to respect Constitution, to respect every legal act in order it did not get the same picture in your countries. So finally, I would like to wish you, my dear colleagues, be happy, be healthy, be rich, and have a good appetite during our break. Thank you for your attention. Salam. Today we are speaking about the sovereignty, and because I am from human rights, I will speak about the human rights and using the sovereignty for the human rights in the state. Speaking about the sovereignty and the future of our nation, today the sovereignty is not only about the borders or the land. Sovereignty, it means protect our people from the challenges, global challenges. There is many global challenges that we have, climate change, technology, many of challenges. And there is social challenges, political, economic. So we must face it with cooperate with international community. So the international community and the United Nations and the mission there, we must make a relation with them so we can solve our problems, our challenges. The international agreement, as example in Qatar, we are signing maybe seven of agreement, international agreement. And we are pushing our government to signing more than that. And we hope that Azerbaijan, using the sovereignty to signing this agreement with the international agreement with the United Nations. That's very important to protect the people, to fight the victims. That the problem is sometimes they are using that to say the sovereignty or the cooperation with the international, it's intrudes our sovereignty, but it is not. It's make us stronger, make us trusted. So we need to push the government to sign that, to make a cooperation with the United Nations and to be with the international community. So in Qatar, we are here to share our experience. So in human rights in Qatar, we all believe the sovereignty and the human rights going together. A strong country protect the people and respect their dignity. When a country respects right, it's become stronger and more trusted. Where
working with the United Nations and signing international agreement does not reduce the survey like what I said. Instead, it shows confidence, supporting justice and building international respect. In Qatar, we are following approach. We working with the international partners while protecting our culture and values and our national decisions. This balance, it's part of Qatar National Vision 2030. Ladies and gentlemen, today, world need cooperation and a strong national system. Sovereignty in the 21st century means strong institutions, strong values, and smart using of technology to serve the people. I wish the conference succeeds, and thank you very much. I will speak in English, but I have prepared a few words in Azerbaijani to honor the country. I hope you can bear with me. And I thank Aytan Babayeva for helping me with that. Aziz hanımlar ve cenaplar, burada olmaktan büyük şeref duyuyorum. Davet ettikleri için teşkilatçılara teşekkür ederim. Burada olmayım öten il Roma'da geçirilen Dünya Felsefe Kongresi'nde Türk halklarının felsefeleri mevzusunda geçirilen panelde iştirakimin neticesidir. Orada Profesör Tahira Alahyarova ile geçirdim. Ben aslen Serki Avrupalayım. Peşece Afrika emlerini tedris ederim ve elyum bu bölgenin dillerini öğrenirim. Türk düşüncesi mevzusunda geçirilen bu paneli katılmak ve epistemologiya hakkında danışmak için davet aldım. So, I'm sorry for my horrible pronunciation, but this is what I would like to talk about here today, a polycentric epistemology. We are persons of multiple identities. We move between different knowledges, but often we tend to see the world in bipolar terms. We speak of the West and the rest. We speak of the West and the so-called global South. But I think things are much more complicated than that. In place of this model, polycentric epistemology insists on the existence of multiple centers of knowledge production. There are many more such entities and identities, centers from which knowledge emanates, and I have just named a few: Turkic philosophies, Eastern European thought, but also Balkan thought or African thought. The question is first, how do we connect between them? How do we move from one knowledge to another? And second, what is the benefit of acknowledging this polycentric structure? My suggestion is that the connection is speculative thinking. And I'm drawing here on a short text that was written for a translation into Georgian of a novel by an African author, a Nigerian author called Chimamanda Ngozi Adichie, which is called Americana. And in that short text, the Georgian readers are invited to imagine what it's like to be Nigerian. They are compared to Nigerians, and they are, it is suggested that they share histories of war in their countries, and also migration, resourcification, brain drain, all these phenomena that affect a number of regions in the world. So the connection, speculative thinking, imagine what it is like to be the other.
put yourself in the mind of the other. The benefit of such an epistemology, of polycentric epistemology, is first, we learn from the other. We can draw lessons from, for example, Nigerian Igbo thought. Secondly, it builds a solidarity that often goes from periphery to periphery, so to speak. It opposes epistemic hegemony. A polycentric epistemology draws new lines of intellectual influence and new lines of solidarity. This is a solidarity that is productive for knowledge, but it can also have very concrete political and legal implications, and I believe this conference is going to talk about just that, about unpacking the concept of constitutionalism from various angles and various locations of our world. I will keep this short. Thank you very much, ladies and gentlemen, for your attention. It is a great pleasure for me to participate in this event, and thank you for inviting me here. The title of my presentation is Harnessing Collective Efforts for the Legal Regulation of Artificial Intelligence. I will divide my presentation in 3 parts. First, I will talk about positive aspects of artificial intelligence, positive sides of artificial intelligence. Then I will talk about negative sides of artificial intelligence. And finally, I will explain how artificial intelligence can be regulated. And this is a serious problem because the regulation of artificial intelligence is very time-consuming and difficult task, and it requires a collective effort. None of the states is powerful enough to regulate artificial intelligence, and it can be regulated only through collaboration and cooperation between different states. So let me start with the positive sides, with describing positive sides. Artificial intelligence is a double-edged phenomenon. So when we talk about artificial intelligence, we should mention that artificial intelligence can either bring lots of benefits to society, or it can also inflict lots of damage to people. So it can serve as a powerful tool for progress, or it can be as a catalyst of regression also. So, as you know, artificial intelligence is nowadays used in many different fields, in medicine, in healthcare, in education, in military sphere, and so on. So artificial intelligence can be used both at individual level, at state level, and at global level. With regards to individual level, we should mention that artificial intelligence can improve the lives of individuals greatly, because artificial intelligence can help individuals to carry out domestic activities, domestic tasks, and physical activities as well. With regards to state level, we should mention that artificial intelligence can play a very important role in establishing electronic democracy. Artificial intelligence can significantly increase connections between government institutions and individuals, citizens. So artificial intelligence tools such as chatbots can significantly help state institutions and government institutions to establish closer relations with citizens and with people. And it can play a very important role in establishing electronic democracy. Artificial intelligence can be used in various fields, in agriculture, in education, in science, and can bring lots of benefits to society. For instance, artificial intelligence can be used also in weather forecasting. With regards to global level, I would like to mention that artificial intelligence can be used also for exploring new planets and for discovering new planets, Earth-like planets, for instance. So, as I mentioned, artificial intelligence can be used for different purposes, and it can bring lots of benefits to society. But we should also talk about negative sides of artificial intelligence. With regards to negative sides, I would like to mention that artificial intelligence can increase unemployment greatly. As we know, hundreds of thousands of people became unemployed. And as time passes, more and more people are losing jobs. Why? Because artificial intelligence can carry out all activities that humans could do in the past.
when artificial intelligence was invented, it was designed to carry out physical activities, only physical activities, not intellectual abilities. But artificial intelligence has become so sophisticated nowadays that it can carry out also intellectual activities. And sometimes it can carry intellectual activities much better than human beings. And this is the reason why artificial intelligence is employed in many industries and in many, and big tech companies such as Amazon, Google, and all these big companies have started to use artificial intelligence, and in the future, millions of people will become unemployed. And the rate of unemployment will increase significantly in the future. This is one negative side of artificial intelligence. Another negative side of artificial intelligence is that it can be used for military purposes, and especially dangerous is autonomous systems. These autonomous systems can act independently without human intervention, and we don't know what kind of activities these autonomous systems will carry out in the future. These autonomous systems can inflict lots of damage to society, can destroy buildings and so on, and it's very, as you know, great powers don't trust each other. There is no trust between great powers. That's why all great powers try to use artificial intelligence for military purposes. Another negative side of artificial intelligence is that the terrorist organizations can use it for their dark activities, for carrying out terrorist activities. And as we know, nowadays many terrorist organizations use drones and artificial intelligence tools to carry out terrorist activities. Because artificial intelligence can be used for negative purposes, it is necessary to regulate it. Regulation of artificial intelligence is a very difficult task. It is very time-consuming and a difficult task. None of the states is capable to regulate alone artificial intelligence. So in order to regulate it efficiently, collaboration between states is necessary. So states have to cooperate with each other in order to regulate artificial intelligence. So what can be done to, so why is it so difficult to regulate artificial intelligence? First, I would like to mention that there is a mistrust between states, mistrust. Great powers don't trust each other. And there is an arms race between great powers. As we all know, great powers compete with each other. For instance, there is a big rivalry between the United States and China, and both United States and China try to use artificial intelligence for military purposes. And as time passes, these competitions will become fierce between great powers. And none of the great powers wants to regulate artificial intelligence, because if they start regulating artificial intelligence, they think that it can stifle scientific progress, and it can significantly hinder scientific progress. And this is the reason why they don't want to regulate artificial intelligence. And as we know, all states on the international arena operate selfishly. They put forward their selfish interests. And because of this, it is necessary to establish a collective organization, universal organization. In my opinion, a universal organization should be created for the regulation of artificial intelligence. So I invented the name of this organization. This organization can be called International Organization for Regulation of Artificial Intelligence. As I mentioned, none of the states is capable of regulating artificial intelligence, and that's why this international organization has to be created. This international organization will be an universal organization, a collective body that will play a very important role in mitigating risks coming from artificial intelligence. It is great honor to speak today about the nomadic civilization and its influence of the legal culture of modern Kazakhstan. The nomadic world is one of the oldest and most unique civilization in Eurasia. It united people, create, trade, root, and built a culture based on freedom,
justice, and respect for human dignity. Next. In the speech in 2024, President of the Republic of Kazakhstan, Kassym-Jomart Tokayev, said, nomads serve as a bridge between East and West, bringing different cultures and people closer together. This word reminding us that nomads were not just wanderers, they were builders of civilization. Their lands stretched from Kazakhstan and Altai to Siberia and Black Sea, connected Europe and Asia. Next slide. For the ancient Turks, the steppe was not only a home, it was a space of law and honor. Their system of rule, the Khaganate, was based on elections, balance, and consensus between clans. It was more flexible and democratic than many other states of that time. In many ways, flexible was an early form of rule of law society, built mutual respect and responsibility. Next slide. The heart of the nomadic law was customary law. It guided all areas in life, family, property, and justice. It later inspired famous legal codes such as Kasım Khan, Bright Patch, and Jete Jargay. Nomadic law taught the land belongs to everyone. Resource must shared fair, and every person carries responsibility before the community. These values time still live in Kazakhstan modern legal culture, in ideas and solidarity in public good. Next slide. One of the most progressive ideas of the nomadic world was restorative justice. Nomads had no prison. A crime was seen as a violation and harmony, and justice aimed to restore peace, not to punish. Justice, the peace, helped people reconcile and live in peace again. This humanistic spirit continues today in mediation, probation, and restorative justice programs. Next slide. In nomadic society, women had dignity and progressive protection under the law. They were respected as keepers of family and traditions. Values against women was a serious crime, showing that the nomadic legal system was deeply humanistic and fair. Dear colleagues, the nomadic civilization left is an only history, next slide, but also moral guidance, a vision of justice based on honor, balance, and peace. The deeper we understand the heritage, the stronger will be our unity in identity in the modern world. Teşekkür ederim. Good afternoon, dear conference participants, friends, and colleagues. I thank the conference organizers, and especially Zakir Aruch and Tahira Alikharova, for the invitation. I thank the Armed Forces of Ukraine for the opportunity to participate in this conference.
The topic of my presentation, constitutional right to education in independent Ukraine and its development in the context of modern challenges. Education Education is one of the priority areas of social development. Knowledge is rightly considered the most important material of the 21st century. The right to education in Ukraine is regulated by Article 23 and 53 of the Constitution of Ukraine. Next, please. Next, please. Next, please. According to the Article 53 of the Constitution of Ukraine, the right to education guaranteed to everyone. The state ensures the availability and free of charge of preschool, full generation secondary, vocational, higher education in state and municipal education institutions. The right to education guaranteed every person on the principle of equality defined by Article 24 of the Constitution of Ukraine. Recognition the right of every person to education, in particular guaranteed by the General Declaration of Human Rights, International Covenant on Economic, Social and Cultural Rights. Next, please. The key results of higher education reform in independent Ukraine in the context of global challenges 1991-2025. Financial autonomy of higher education institutions, changing approaches to university management, introduction of indicated cost of higher education, creation of a system of higher education standards, the regulation of licensing conditions and introduction of electronic licensing of activities, introduction of a single state qualification exam using external independent assessment in specialist from 2022 national multi-subjects text. Next, please. The implementation of the right to education in Ukraine is taking place in condition of war. Russia has launched an aggressive attack on the independent Ukrainian state. The photo shows the everyday life of our Ukrainian children. Bucha, Irpin, Kyiv region, Kharkov, Ukraine 2022. Children of Ukraine 2022-2025. The National Children's Hospital Akhmedit, the largest children's hospital in Ukraine, Kyiv, July 2024. The National Children's Hospital Akhmedit 2. Izium, Kharkiv region, Borodyanka, Kyiv region, Ukraine 2022. Next, please. Children of Ukraine 2022-2025. Ukrainian children and students teachers are forced to study in conditions of everyday air attack, bombings, and artillery shelling. Education in Ukraine takes place in a mixed form, online, offline, and distant learning. The forms of education depends on the level of security for children's levels. Ukrainian children and students are already heroes. They have a stamina, bravery, and willpower to study, become true professionals, and do everything to ensure that Ukraine wins, defends its independence, rebuilds, and flourishes. In the photo, children studying in the Kharkiv Humanitarian and Pedagogical Academy and the Kharkiv Lyceum in bomb shelters 20 kilometers from the border with Russia. Next.
The president, next please, the president of Ukraine, the office of the president of Ukraine, the cabinet of ministers of Ukraine, and the Verkhovna Rada of Ukraine are taking all possible measures to ensure the high-quality implementation of the right to education in Ukraine during the war. Next, please. Azerbaijan is one of the few countries that builds a foreign policy independently of Russia, and it's also fought for its sovereignty and territorial integrity. Therefore, honor and respect to the partner people of Azerbaijan. Sergei Rogozny, military servant of the armed forces of Ukraine. This year, Azerbaijan celebrates the 30th anniversary of the adoption of the constitution, the restoration of Bu birinchi marta O'zbekistondan juda katta delegatsiya ishtirok qilyapti. Bu mana shu Ozarbayjon va O'zbekiston davlatlari orasidagi do'stlik, hamkorlik, ilmiy, iqtisodiy aloqalarni yangi bosqichga ko'tarilganligidan dalolat beradi deb o'ylayman va bu jarayon davom etadi deb o'ylayman. Va mana shu konferensiyaga bo'lgan hurmatim nuqtai nazaridan men ozar tilida ma'ruza qilishga qaror qildim. Muassir raqamsal globallashma davrida davlat suverenligining o'z arazasi daxilida davlatning mutlaq va bo'linmas hokimiyati kimi klassik aylanasi davrin yeniden nazardan keçilir. İnformasiya ve kommunikasiya texnologiyalarının suretleri, inkişafı, global rakamsal platformaların yapılması, kutlavi malumat akınları ve süni intellektin tatbiqi milli serhədləri daha keçirilir ve ənənəvi devlet kurulmalarının müstakil faaliyet gösteren yeni iktisadi, siyasi, informasiya güç merkezleri yaratır. Rakamlaşma fundamental konstitusiya prinsiplerini bir neçə cəhətdən təsir göstərir. Birincisi, söz azadlığı, məxfilik və yazılma azadlığı kimi klassik hukuklar yeni rakamsal reallaşmalar aldı edir. Rakamsal kimlik, şəxsi məlumatlarının kurulması hukuku və sosial isteklerin bir elementi kimi internete çıkış hukuku anlayışları ortaya çıkır. İkinci, hakimiyetlerinin bulunması prinsipi yeniden müeyyen edilir. Kutlavi malumatlara ve algoritmları çıkış elde eden icra hakimiyeti ve öz imkaniyetlerini güçlendirir. Ki bu da parlament ve mehkeme nazariyatını kifayet kadar güçlendirirler. Algoritma kararlarını şeffaflığı için mekanizmların tatbiqi talep edir. Üçüncü, kiber tehditlerin ve malumat akıllarının transherhet tabiatı devletlerin kritik infrastrukturasının kurulmasından transmilli platformalarının faaliyetinin transsistemaların kadar rakamsal suverenlik için institusyonal ve hukuki mekanizmlar hazırlamaya mecbur eder. Nihayet, fundamental hukukun kapalı milli metin olmaktan çıktığı ve beynelhalk standartlar ve teknoloji tecrübeleri sinkronlaşığı talep eden global hukuki ekosistemaların bir hissesini yeni bir fenomen olan rakamsal konstitusyalizm ortaya çıkır. Türkiye, Azerbaycan, Özbekistan, Kazakistan, Kırgızistan konstitusiya prinsiplarının transformasiyaları farklı milli modellerinden numuneleri kimi istifade edecek mikyasını tahlili gösterir ki konstitusyalizmin rakamsal transformasiyası hukuku enenden siyasi medeniyetten ve rakamsal savadlığın əsli aralıq muhtarlık makamlara ihtiyaç ediyor. Türkiye'de akademik
müzakirələr və hüquqi təcrübə rəqəmsal hüquqların korunması ilə rəqəmsal platformaların nəzəriyyəti arasında vacibliğin bildirir. Azərbaycanda rəqəmsal institusional yanılmalar üçün bir fikrət kimi səhil olunur. Akıllı konstitusionalizm konsepsiya elektron idarəsi rəqəmsal hesabatların verir. Özbekistanda pragmatik ve normatif islahatçı yapılmaz nihayesi edilir. Yelpi tədqiqatçılar farklı malumatların kurulması, telekommunikasiya ve elektron idaratları sahasında kanunçilik aktif intikasını rəqəmsal zamanalarda konstitusiya hüquqları sistemasının daxil edilməsinin zəruriyyətini verdirir. Kazakistan modeli milli trans sisteması farklı malumatları online azadlığından kurulması için beynəlxalq standartları uyğunlaşısını verir. Nihayet Kırgızistan analitik işleri transmilli arkanlığın institusyonal güçlendirmesi ve institusyonal tehlikelersiz tədbirlərin praktik tətbiqini yönəlib rəqəmsal transformasiyasını diqqət edib rivajlandırır. Miqyasi təhlil göstərdi ki, bütün dünya dövlətləri uyğunlaşma etsə də onların kendinin milli strategiyaları farklı ederek nazarat ve tehlikeleri nazaratsız konstitusiyanı rivajlantırış mümkün değil. Etibarlarınız için rahmet, sağ olun. Morning, honorable representative from different organizations. And I'm very glad to see you here, and thanks for inviting me to attend at this conference. It is very important event at this stage with evolution of international relations. Today, my topic is about global state sovereignty security crisis. You know that the temporary state sovereignty security crisis are updated day by day with evolution of security threats. Equating state and security, equating state with security, Western political centers established the state sovereignty security, and after that, the international political community generally consider the state sovereignty is the security of countries. And they also believed that if in a specific territory establish a sovereign state, and that would be ensure the domestic stability, and they also consider establishment of domestic order as a cornerstone, considering external challenges to be main risks for the state sovereignty security. But at present, you know that at global and regional levels, state sovereignty security crises are increasing. First of all, in the field of traditional security, at global and regional levels, state sovereignty security crises are increasing, posing serious challenges to global and regional stability. And you know that against a backdrop of intensifying great power schemes, security crisis and large-scale conflicts have been erupted in many regions. For example, Russia-Ukraine conflict have been the largest scale conventional
military conflict since 21st century in Europe, which poses serious challenges to regional stability, also involves security of great nuclear powers at global levels. And in addition to this, since October 2023, a new round of Palestinian-Israeli conflict have been erupted, and the intensity of depth and the length of this impact of this conflict have exceeded expectation of all parties. Secondly, in the field of non-traditional security, transnational security risks are increasing day by day. With the surging wave of globalization in 21st century, the flow of production factors between countries is accelerating, and the formation of global value chains also has made developing countries and developed countries closely connected. However, this deep integrating also brings new security crises and challenges. Inequality in this process and globalization has exhibited social contradictions, and the xenophobia of groups with damaged interests and indigenous group is intervened, and the conflicts with immigrants are becoming increasingly intense. At the same time, right-wing populism, left-wing radicalism, and religious extremism have taken advantage of this rising ideological trends, posing serious threat to regional stability. In order to respond to these crises, on the afternoon of September 1st, 2025, the Shanghai Cooperation Organization conference was held at Menjiang Convention and Exhibition Center in Tianjin. President Xi Jinping presided this meeting and delivered a speech titled "Gathering the Strength of the Shanghai Cooperation Organization to Improve Global Governance." First, pursue sovereign equality, insist that all countries, regardless of size, strength, and wealth, participate equally, and make decisions equally and benefit equally in the process of global governance. Promote democracy in international relations and enhance the voice and representatives of developing countries. Secondly, abide by the international rules of law. Comprehensively, fully, and completely abide by the purpose and principles of United Nations and other recognized international basic norms. Ensure the equal and uniform application of international law and rules, and do not engage in double standards of or impose family rules of a few countries to others. Thirdly, practice multilateralism, adhere to the concept of global governance through consultation, joint construction, and sharing. Strengthen solidarity and cooperation. Oppose unilateralism, firmly safeguard the status and authority of United Nations. Make it irreplaceable and very important role in the process of global governance. Fourthly, advocate people-oriented. Reform and improve the global governance system. Ensure that people all of countries participate in this progress and share common rules, and it would be better to respond to these common challenges facing human society, and it would be better bridge the development gap between the North and the South, and it would better safeguard the common interests of all countries in the world. Fifthly, pay attention to action-oriented
adhere to systematic planning and or promotion, coordinate global actions to fully mobilize resources from all parties and create more visible results and avoid lagging governance and fragmentation through pragmatic cooperation. That's all. Thank you for attention. おはようございます。お招きありがとうございます。アッサロンアレイコン。Good morning. Thank you to the Social Research Center and all distinguished participants. It is an honor to join this international symposium. My respectful greetings to His Excellency Ilham Aliyev, President of the Republic of Azerbaijan. I'm Kazushi Yamamoto, Honorary Distinguished University Professor of Law, Founder and Chancellor. Briefly, I emphasize the role of law and institutions in promoting justice, stability, and sustainable development. I welcome opportunities for joint research and practical cooperation between Japan and Azerbaijan. Thank you. I look forward to your continued collaborations. ありがとうございました。With highest regards, Kazushi Yamamoto from Japan. Thank you.